Salam dəyərli müəllimələr, bu günləri sizlər üçün beynəlxalq qiymətləndirmə proqramları olan deməli TIMS, PIRLS, PISA qiymətləndirməsindən danışılacaq. Deməli, əvvəlcə gəlin baxaq görək TIMS nədir? TIMS riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmədir. Bilirik ki, əsasən 4-cü və 8-ci sinif şagirdlərinin nailiyyətlərinin ölçülməsi üçün aparılır. Sonra riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıq tətbiqlərini ölçür. Məqsəd də ancaq şagirdlərin müxtəlif ölkələr üzrə nəticələrini müqayisə etmək, təhsilin inkişafına dair məlumatlar toplamaqdır. Burada yadda saxlamaq lazımdır ki, TIMS deyəndə yadınızda qalsın müəllimlər, riyaziyyat və təbiət elmləri. Bəs PIRLS necədir? PIRLS isə oxu bacarıqlarını inkişaf etdirən beynəlxalq tətbiqdir. Yəni, əsasən 4-cü siniflər şagirdlərinin oxu nailiyyətlərini qiymətləndirir PIRLS. Deməli, şagirdlərin oxuduğunu anlamasıdır, məlumatı müəyyənləşdirməsidir, nəticə çıxarmasıdır, mətnə münasibət bildirmə bacarıqlarına diqqət yetirir. Məqsədi də ibtidai təhsil mərhələsində oxu savadlılığının səviyyəsini beynəlxalq müqayisədə müəyyənləşdirməkdir. Yadda saxlayaq ki, PIRLS deyəndə oxu bacarıqları yada düşəcək. PIRLS də dəyərli müəllimələr 5 ildən bir dəfə aparılır. PIRLS isə 5 ildən bir dəfə aparılır. Sonra gəldik PISA proqramına. PISA nədir? PISA şagirdlərin beynəlxalq qiymətləndirmə proqramıdır. Yəni, əsasən PISA qiymətləndirməsi dəyərli müəllimələr 15 yaşlı şagirdlərin bilik və bacarığını qiymətləndirir. Burada oxudur, riyaziyyatdır, təbiət elmləridir PISA-da. Oxudur, riyaziyyatdır, təbiət elmləridir. Sonra deməli, bu elmlər üzrə şagirdlərin biliklərin real həyatda situasiyalarını tətbiq etmə bacarığını ölçməsidir. Yəni, şagirdlər məktəbdə öyrəndiklərini real problemlərin həllində necə tətbiq edəcəyini müəyyənləşdirməkdir. PISA 15 yaş və real həyat təcrübələrini yadda saxlayarsınız. Proqramlardan məsəl üçün TIMS-in əsas istiqaməti riyaziyyat və təbiət elmləridir. Hədəfi də 4-cü və 8-ci siniflərdir. PIRLS-da oxu və oxuduğunu anlamadır. Hədəfi də 4-cü siniflər üzrədir. PISA isə bilikləri real həyatda tətbiqidir. 15 yaşlı şagirdlər arasındadır. Deməli, yadımızda saxladıq ki, TIMS riyaziyyat və təbiət elmləridir. PIRLS oxu savadlılığıdır, oxumaqdır, anlamaqdır. PISA isə 15 yaş şagirdlər arasında real həyatda tətbiq etmədir, riyaziyyatın, təbiət elmlərinin, oxu bacarıqlarının tətbiq edilməsidir.